Salam əziz izləyicilər, mübarək Ramazan ayınız xeyirli və bərəkətli olsun. Bugün sizinlə həm iftar, həm də sahur süfrəsi üçün çox yüngül, çox doyumlu, həm də çox ləzzətli bir resept paylaşıram. Göbələkli, ispanaqlı börək hazırlayırıq. Əvvəlcə bir baş soğanı zeytun yağında qovururuq, yəni qızılı rəng alana qədər qovrulur. Üzərinə doğradığımız göbələkləri əlavə edirik. Göbələklərin suyu çəkilənə qədər bişirilir. Sonra isə doğranmış ispanaqlar bura əlavə edilir. Od bir qədər cür olmalıdır, yəni orta vəziyyətdən də biraz artıq odda bişirilir. Qazan da bir qədər dərin olmalıdır ki, yəni ispanaq çox yer tutur. Doğranmış ispanaqlar burada rahatlıqla qarışdırılsın. Bura zövqə görə duz, qara istiot və qırmızı biber də əlavə edə bilərik. Ara-ara qarışdırırıq. İspanaqlar çox tez bişir, yəni bir neçə dəqiqəyə hazır olur. Suyu çəkilir. Sonra qazanın altını söndürürük və bu içlikdir, soymalıdır. Bu müddətdə biz südlü qarışım hazırlayırıq. Bunun üçün 1 litrə yaxın süd götürürük. Üzərinə 3-4 qaşıq zeytun yağı əlavə edirik. 3 yumurta ağlı sarılı qarışdırırıq, bura əlavə edirik. Eyni zamanda qara istiot və duz da əlavə edirik. Yaxşıca qarışdırırıq. Bunu da bir kənara qoyuruq. Sonra bişirəcəyimiz listə duru yağ əlavə edirik və bir zərgə marketdən alınmış lavaşlardan səririk listin içərisinə və içlik səpirik. Sonrakı qatlarda lavaşlar bir qədər qırışdırılaraq düzülür. Hər qatdan sonra içlik əlavə edilir. Axırda isə lavaşlar hamar şəkildə bura düzülür ki, üzəri hamar olsun. Ara qatlardakı lavaşın qırışdırılmasının səbəbi odur ki, börək bir qədər havalı olsun, bir-birinin üstə yapışmasın. Bundan sonra üzərinə hazırladığımız südlü qarışığı əlavə edirik. Bıçağı bir neçə yerdən batırırıq ki, bu südlü qarışıq içəriyə də keçsin, bütün lavaşlar bu cür islansın. Və birazdan sonra qalan südü də bura əlavə edirik. Gördüyünüz kimi südü tamamilə lavaşlar canına çəkib və qalan südü də əlavə edirik. Biraz da gözləyirik və bir qədər sonra hardasa bir yarım saata qədər bu cür gözlənilir. Sonra isə üzərinə yumurta çəkirik və çörək otu səpərək əvvəldən isidilmiş 180 dərəcəlik sobada bu şəkildə hazır olana qədər bişiririk. Çox gözəl, dadlı, görünüşü gözəl, özü dadlı bir börək alınır. Siz də hazırlayın, iftar və sahur süfrələrinizi bəzəyin. Tutduğunuz oruçları Allah qəbul eləsin. Videonu bəyəndinizsə bəyən düyməsini basın. Yeni videolarla tanış olmaq üçün kanalımıza abunə olun. Sağ olun, yeni videolarda görüşənədək.